Salam. Xitab ara sözlər mövzusunu sinif testindən işləmişik. İndi isə onun izahlarına baxırıq. Ayşən cavabları oxuyacaq. Biz də baxacağıq ki, səhv mi yazıb, düz mü yazıb. A variantından başlayırıq. A variantından birinci sualına nə yazmısan? B variantı. B yazmısan. Mərhaba, mərhaba, qəhrəman oğlum. Bir gəl öpüm səni, pəhləvan oğlum. Və buradan görək. Şeir parçasında cümlə üzvü olmayan sözləri istəyir bizdən. Mərhaba, mərhaba. Öpüm, öpüm cümlə üzvüdür, düzdür. Qəhrəman oğlum, bəli, pəhləvan oğlum xitabdır, bəli, 1, 3, 5 düzgün variantdır. 2. Cümlələrdən birində xitab söz birləşməsi də ifadə olunmuşdur. Nə yazmısan? Buyruq sizinkidir, möhtərəm ağa. Bəli, möhtərəm ağa söz birləşməsidir, ismi birləşmədir, düzdür. 3. Söz birləşməsi ilə ifadə olunmuş xitab hansı cümlədədir? Nə yazmısan? E yazmısan. Oxu bu naməni, əzizim Eldar. Qoy mənim dərdimi dinləsin dağlar. Bəli, əzizim Eldar söz birləşməsidir. 4. Hansı cümlələrə xitab artırmaq olar? 2, 3, A. Yaz görək, sabah nə? Bazarlığımız olacaq. Nəyə görə bura artıra bilirsən? Ayşə, nəyə görə bunları artıra bilirsən? Burada mənim yaz görək, sabah nə bazarlığını olacaq. Aha. Niyə həmin cümlələri artırmısan? Sırf o birisləri artırmamısan. Çünki Burada xitab deyirdi. yəni xitab, çünki ikinci şəxsin təkindən söhbət gedir, cəmindən söhbət gedəndə nə edə bilirik? Artıra bilirik, düzdür? Aha. 2-ni artıra bilirsən, bir də nəyə artırmısan? 3. Əlbəttə, Xosrovun ölüm hökmünü çoxdan çıxarılmış deyirəm. Məsələn, Ayşən, əlbəttə, bəli, düzdür, 2 və 3. Ara sözlü cümlələri müəyyənləşdirin. Nə yazmışsan? Ara sözlü. A. Bu gün doğrusu çətin gündür. Bəli, doğrusu ara sözdür. Şair deyir, görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Nümunəsində ara söz hansı mənanı ifadə edir? Görünür ara sözümüzdür. Görünür ara sözü nə bildirir? Güman, şübhə bildirir. Bəli. 7. İnsanın şərəfi, bəzəyi məncə deyildir nə ipək, nə tirmə oğlum. Nümunəsində ara sözün hansı mənanı mənbəyi. Bəli, məncə fikir mənbəyini bildirir, düzdür. Ara sözlər olan cümlələri deyir, seçin. Nə yazmısan? 2, 5. Atalar demişkən, bəli, düzdür və 5 yazmısan, mənim fikrimcə düzdür. 9. Nitq hissələrdə ifadə olunmuş xitablı cümlələrdir, seçin. Yəni, xitablarımız nə ilə ifadə olunsun? Nitq hissələri ilə. Nə yazmısan? 2. Sənə də biz dostuq, sirdaşıq, ey kür, kür, bəli, düzdür. Vaqif, danışmadın heç Əlibəydən, Vaqif, bəli, düzdür. 2 və 3. 10. Ara söz və xitablar uyğunluğunu müəyyənləşdirməliyik. Daha çox modal sözlərlə ifadə olunur. Yəni ara sözlər. Bəli, bir ayətdir. Müraciət bildirən söz və ifadələrdir. Bəli, 2-yə gedəcək. Danışanın fikrə münasibətini ifadə edən söz. Ara sözlər. Fikri dəqiqləşdirmək üçün işlədilən sözlərdir. Bəli. Nə? Ara sözlər. Hiss-həyəcan bildirən sözlərdir. Burada mən heç bir. Bəli. A variantından cavablarımızı səsləndirdik. 100%, 10-0. Əyləş, indi isə gəlsin Ofeliya. Ofeliya gəlsin, hə, gedə bilərsin. Ofeliya, yazmısanmı B variantına? Deyirsən, demə birinci sual. Demək, satılmışsan sən şeytanlara, cümləsində işlənmiş ara sözü mənasını müəyyənləşdirin. Ara sözümüz hansıdır? Demək, nə bildirir? D. Yox. Fikir mənbəni mi bildirir? Aha. Klaster tamamlayan nümunələri müəyyənləşdirin. Xitab və ara söz işlənmiş cümlə. 4, 5. 4 yazmısan. Cambala, doğrudan aləm yaratdın. Cambala nədir? Xitabdır, doğrudan nədir? Bəli. Yaxşı, İslam qardaş. Bir də görək sən, yaxşı nədir? Fikir mənbəni bildirir. Yox, yaxşı fikir mənbəni bildirim. Yaxşı, yəni ara sözdür. İslam qardaş xitabdır. Bəli, 4-dən 5 düzgündür. Cümlələrin birində vergül işarəsi yanlış qoyulmuşdur. C-yə yazmısan. Ondan sonra vergül qoyulmamaq. Vüsal doğrusu o gündən gedəndir. Bəli, düzdür. 4. Eyvay, könül, doğrudan da mən səni tanımadım. Nümunəsində cümlə üzvü olmayan neçə söz var? 4. Eyvay, 2 dənə bu oldu, düzdürmü? Könül, doğrudan da.
5 deyilmi? Daha da var da burada. Doğrudan da bütöv deyil. Hə, bütöv, bəli. 4, düzdür. Biri təsdiq mənasını bildirən ara sözlərə aid edilə bilməz, bəli, görəsən. Xitablarla bağlı səhv fikri müəyyənləşdirin. Nə yazmısan? D variantı. Xitablar yalnız isim birləşmələrlə ifadə olunur. İsimləşən söz birləşmə. Bəli, həm də fe'li birləşmələrlə də ifadə oluna bilər. Deyirəm ki, ey mənim necə deyək, biz fe'li birləşmələ ifadə olunsun. Ey bizə pənah gətirənlər. Bizə pənah gətirən nədir? Fe'li sifət tərkibində, düzdürmü? İsimləşib, xitab mövqeyində çıxış edir. Nümunədə fərqləndirilən sözlərin sintaktik vəzifəsini müəyyənləşdirin. Gör necə qovuşur yollara yollar, yollar mübtədadır. Siz necə gözəlsiniz? Yollar, yollar, bəli, düzdür, A variantı. Xitab ara sözlər üçün ümumi cəhətləri seçməliyik. Nə yazmısan? Sintaktik vəzifə daşıyır. Sintaktik vəzifə daşıyır. Daşıyırmı? İkini yazmısan mı? Ya daşımır axı, sintaktik vəzifə daşımır desəydin, ümumi cəhət olardı, düzdür, bəli. Söz və söz birləşmələrlə ifadə olunur, düzdür. Bir qayda olaraq müraciət olunanı bildirir. Bu, ara söz üçün keçərli deyil, xitab üçündür. Cümlənin əvvəlində, ortasında və axırında işlənərək yazıda başqa sözlərdən vergüllə ayrılır, bəli, olacaq 3-lə 5. Bir dənə 2-ni artıq yazmışsın, hə? Ara sözlərlə bağlı yanlış fikirləri seçin. Sintaktik vəzifə daşıyır. Bu yanlışdır, düzdür. Yazda digər cümlə üzvlərindən vergüllə ayrılır. Söz birləşməsi şəklində də olur. Cümlə üzvləri ilə tabirsizlik əlaqəsində olur, səhvdir. Yalnız modal sözlərlə ifadə olunur, səhvdir. Deməli, hansılar yanlış fikir oldu? 1, 4, 5. Bəli, 1, 4 və 5. Nə yazmışdım? Yenə orada birini əksikliyi yazmışsan. Sintaktiki mən birə yazdım deyə. Yəni, sintaktik vəzifə cümlə üzvü deməkdir. Cümlə üzvü deyil axı onlar, aydın oldu mu? 10. Söz şəklində olan ara sözü işlənmiş cümlə. Hansını yazmışsan? D-A. A-nan deməli və doğrusu düzdür. Söz birləşməsi şəklində olanı nə yazmışsan? C yazmışsan, sözün düzü bəli, mənim fikrim bizə bəli. B nə yazmışsan? Qara torpaq, səni yerdən alıb da göylərə qaldıran əməllərimdir. Bunu da heç birinə yazmırıq, bəli. Deməli, sadəcə 8-də və 9-da ərəsindən birini artıq yazmışsan, əski yazmışsan daha doğrusu. Ona görə səhvlərin çıxdı. Digərləri düzgündür, əyləş, bitdi. Tamam.